Deməli, bayaq bir statistika çıxdı rastıma. İnanın, bütün əhvalım təlx oldu. Lap narahat oldum. Təsəvvür edin, 2025-ci ildə 95.117 abort qeydə alınıb. Bu say 2021-ci ildə 46.000 idi. Yəni 4 ilə 2 qat artıb. Deyərsiniz ki, nə olsun? Daha dəhşətlisi bilirsiniz nədir? 3244 abort 15-19 yaş arası qızlar tərəfindən edilib. Ondan da dəhşətlisi odur ki, bunlar hələ rəsmi təsdiqini tapmış statistikadır. Qeydə alınmayanları da üstünə gəlsək, əlinə dəsmal götür, ağla. Yəqin bilirsiniz ki, selektiv abortlar üzrə dünyada birinci yerdəyik. Selektiv abort nə? Yəni cinsiyyətinə görə seçirsən. Əksəriyyət oğlan istəyir, qız yox. Hətta heyvan belə saxlamaq istəyəndə baxır ki, erkək olsun, dişi istəmirəm. Qız artıq yükdür. Oğlan kapitaldır. Qocalaram, əlimdən tutar, baxar mənə. Amma ay-hay. Çünki əzizlərim, müasir gəncliklə böyüklər arasında ciddi böhran, uçurum var. Uşaqlar YouTube, TikTok blogerlərinə, valideynlərindən daha çox qulaq asırlar. Tiyan görüm, bayaq nə 15-19 yaşlı qız uşaqları nə idi? Necə yəni 3244 abort? İndi özünüz ictimai nəqliyyat, kafe-shop və sair yerlərdə hələ yeni yetimə sütül olan oğlan və qız uşaqlarının bir-birlərinə necə sarılıb, öpüb qucaqladıqlarını görmüsünüz. Valideyn yazıq səhərdən axşama çörək dalınca qaçır, uşaq da qalır belə. Siz gedib bir söz deyə bilərsinizmi? Əlbəttə yox, çünki indi ictimai rəy sizin əleyhinizədir. Daha o dövr deyil ki, böyüyə qulaq asılsın. Bizə təbliğ olunub ki, mən dövrüdür. Əsas özünsən, özünü sev, heç kimə qulaq asma, öz həyatını yaşa, heyvan saxla, ətraf pisdir, sən. Hətta qoca ahıl adamlar da bununla yaşayırlar. Tamam, 2 nəsil sonra mənlə yaşayan insan toplumunun sonu nə olacaq? Təsəvvürünüzə gətirin ki, rayonların birində hektarlarla boş ərazi gördüm. Soruşum ki, niyə boşdur? Mənə dedi ki, böylər əkmir ki, mənim neyimə lazım? Əgər bəhrəsini mən görməyəcəmsə, belə qara cəhənnəmə. Artıq böylər belə bir ağac əkmir ki, kölgəsində gələn nəsil istirahət etsin. Artıq heç kəs məsuliyyət hiss etmir. Çoxu düşünür ki, mənim neyimə lazım? Bu başqalarının problemidir. Yox, elə deyil. Bu elə bir virus və mərəzdir ki, səni də, məni də gəlib tapa biləcək. Eşitdiyimiz cavab belədir. Yenə də əcəb edirəm, öz həyatımdır, necə istəyirəm, yaşayıram, sənə dəxli yoxdur. Tamam. Yəqin ki, bəşər bu ağır mərhələni keçməlidir. İrəlidə nə olacaqsa Allah bilir və Allah qorusun.